Bismillahirrahmanirrahim. Assalamu aleyküm. Hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar. Düşmənləri necə dəf etmək lazımdır? Onunla bağlı dualar təqdim edəcəyik sizə bugün. Başlayaq. İlk duamızdan. Düşmənlərin zərər və ziyanlarını önləmək üçün. Düşmənin zərər və ziyanını önləmək üçün qurduğu tuzaqları iptal etmək üçün aşağıda gələn ayələr yazılar və gün görməmiş su ilə silinərək o zalimin məkanına səpilsə, ondan gələcək zərərlər önlənmiş və qurduğu tələlər öz üzərinə dönmüş olar. Yazılacaq olan budur. Suda istifadə olunacaq, su ilə silinəcək dualar zəfərandan gül suyu ilə yazılmalıdır. Skrin edin, götürün, gördüyünüz bu duanı, bu ayələri yazacaqsınız. Yazdıqdan sonra gün görməmiş su, yəni quyu suyu, gün düşməyən quyunun suyu, quyunun suyuna qoyacaqsınız. Amma bu şərtlə ki, quyudan suyu götürəndə yenə də ona gün düşməsin, yəni gün üzü görməsin. Gecə ilə bu suyu götürdün, gecə ilə bu duanı qoydun, gecə ilə də onu tökdün bir qapalı qaba o suyu. Yəni ki, şəffaf qaba yox, gün düşməsin o suya. Ondan sonra aparıb düşmənin evinə səp. Evinə girə bilməsən də divarına falan səpirsən. Düşmənin tələlərini öz üzərinə döndərmək üçün. Düşmənin qurduğu tələləri öz üzərinə döndərmək məqsədi ilə 7 qəbirdən sol əl ilə torpaq al. Bu torpağın üzərinə ərəbi ayın əskisində aşağıda gələn ayələri 313 dəfə oxu. Düşmənin olduğu məkana səp, düşmənin qurduğu tələlər və planlar öz üzərinə dönər. Oxunacaq olan budur. Qəbir söhbətini başa düşdünüz. Burada qaranlıq qala bilər sizə ərəbi ayın əskisi, köhnəsi nə deməkdir? Ərəbi ayın köhnəsi o deməkdir ki, ayın sonunda. Ərəbi ayın sonunda. Məsəl üçün, Məhərrəm ayının 29-u, Şəvval ayının 29-u. Yəni, son günü edilməlidir. Digəri, düşmənin qəhr və həlakı üçün heç bir şəkildə qurtuluş olmayan və davamlı olaraq çevrəsinə və insanlara zərər verən bir zalimin bu hal və hərəkətlərindən dönməsi üçün və islahı üçün, əgər islahı mümkün olmadığı təqdirdə qəhr və həlakı üçün ay əskisində, yenə o deməkdir ki, ayın sonuncu günü aşağıda gələn ayələr gün görməmiş su üzərinə, yəni yenə də quyu suyu üzərinə gecə götürüb gecə oxumalısan. 313 dəfə oxunar. Sonra bu su, qarışqa var duanın yanında. Sonra bu su o insanın xanəsinə, yəni evinə ya da yolunun üzərinə, yəni evinin qarşısında gedib gəldiyi yolun üzərinə səpilsə, zülmündən dönər ya da Haqq Təala, yəni Allah tərəfindən gərəkli cəza və bəlaya uğrayar. Qısa zamanda bəlasını bular. Ayələr bunlardır. Bundan əvvəlki ayələrdir. Görsədim, yadımdan çıxdı, görsətmədim. Skrin eləyin, kim ki oxuya bilmir, bir yaxınına, biləninə, bir adam tapsın, onun üçün tərcümə elətdirsin. Sonuncuya oxunan bunlardır. Həm suyu oxunan, həm torpağı oxunan, həm yazılan, hər cürəsini təqdim etdi. İnşallah ki, kim necə bacarır, ondan əl çəkməyən, haqqına girən, yəni burada düşmən zülm edən zalim mənasındadır. Bəlkə o sənə düşməndir, bəlkə sən ona pissənsə, bunu yadınızda saxlayın. Bunun o adama heç bir təsiri olmayacaq. Bu, o düşməndən gedir ki, söhbət. Haqqa girən olsun, yəni sən düz olasan bu söhbətdə, o sənin haqqıva girmiş olsun, belə düşməndən söhbət gedir. Yoxsa sən ona pis ol, üstəlik də belə bir şeyləri elə, bu öz üstüvə dönər. Bunun ona heç bir zərər ziyanı olmaz, əksinə sən özün problemlərə düşərsən. Bu zülm edən, zalim, yəni zülm edən deməkdir. Haqqıva gelirsə kimsə, onlara edilə bilər. İzlədiyiniz üçün çox sağ olun. Videonu bəyənməyi, abunə olmağı unutmayın. Allah əmanət olun.